Vergi ödəyicilərinə göstərilən xidmətlərin keyfiyyətinin artırılması məqsədi ilə bir sıra yeniliklər tətbiq olunacaq. Söhbət fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanının elektron qaydada tətbiq olunmasından gedir. Belə ki, məlumatların vahid mənbədə toplanması, şəffaflığın təmin edilməsi, göstərilən xidmətlərin əlçatanlığının artırılması, vətəndaş məmnunluğunun təmin edilməsi və məmur vətəndaş təmasının minimuma endirilməsi məqsədi ilə gələn ildən etibarən fərqlənmə nişanı və xüsusi fərqlənmə nişanı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Ayna informasiya sistemi vasitəsilə elektron qaydada veriləcək. Ayna informasiya sisteminin digər informasiya sistemlərinə inteqrasiyası nəticəsində həmin xidmətlərin göstərilməsi ilə əlaqədar zəruri sənədlərin elektron hökumət informasiya sistemi vasitəsilə müvafiq dövlət orqanlarından əldə edilməsi mümkün olacaq və bununla da həmin sənədlər vergi ödəyicisindən tələb edilməyəcək. Bu dəyişikliklər prosedurların daha sürətli və şəffaf aparılmasını, xidmət keyfiyyətinin yüksəldilməsini və vergi ödəyicilərinin məmnunluğunu təmin edəcək.